Paşinyan Zəngəzur dəhlizindən danışdı. İrəvan, Bakı və Ankara ilə yaxınlaşmaq istəyir. Qonşu ölkələrlə münasibətlərin qurulması Ermənistanın balanslaşdırılmış xarici siyasətində mühüm rol oynayır. Report xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bugün Hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki qabağı proqramının təqdimatı zamanı bəyan edib. Regionlaşma balanslaşdırılmış xarici siyasətin formalaşmasında əsas rol oynayır. Bunun başlıca məqsədi Ermənistanın xarici dəstəyi olmadan öz mühitində təkcə yaşamaq deyil, həm də rahat inkişaf etmək qabiliyyətini təmin etməkdir. Bu mənada Gürcüstan, İran İslam Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır və partiya bu yol izləyəcək deyə Paşinyan qeyd edib. Paşinyanın fikrincə, regional əməkdaşlıq kontekstində nəqliyyat infrastrukturunun tam blokadadan çıxarılması, o cümlədən TRIP layihəsinin həyata keçirilməsi və gümrük qaz dəmir yolunun istismara verilməsi zəruridir. Bu da regionda sülhü və əməkdaşlığı daha da möhkəmləndirəcək. Baş nazir həmçinin İrəvanın Bakı və Ankara ilə münasibətlərdə uzun illər regionda sülhün bərqərar olmasına mane olan əvvəlki səhv mövqeyinə diqqət çəkib. Azərbaycan və Türkiyə ilə münasibətlərimizdə biz həmişə üçüncü ölkələr vasitəsilə hərəkət edirdik. Yəni, bəyanat və planlarımızın 90%-ni və ya daha çoxunu üçüncü ölkələr vasitəsilə müzakirə edirdik. Kiminləsə üçüncü tərəf vasitəsilə ünsiyyət qurduğunuz zaman üçüncü tərəfin sizin mesajlarınızı ünvana düzgün çatdırdığına və öz mesajlarını ötürərkən düzgün davrandığına heç vaxt əmin ola bilməzsiniz. Çünki üçüncü tərəfin öz ideyaları, öz maraqları, öz təsəvvürləri ola bilər. Və biz heç vaxt üçüncü tərəfin və üçüncü şəxslərin maraqlarının nə olduğunu bilmirik. Məhz buna görə də regionumuzda uzun illər sülh bərqərar olmurdu, deyə Nikol Paşinyan bildirib.